Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahiddə əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İranda rejim parçalanır. Zərif istefa verir, Pezeşkiyan isə istefanı qəbul etmir. Son 4 gün ərzində İranda 40 məhbus edam edildi. Netanyahu İranın proksi ittifaqına qarşı göndərilən silahlara görə Trumpa təşəkkür etdi. Əfqanistan-Pakistan sərhədində atışma oldu. PKK silahı yerə qoymayacağı təqdirdə Türkiyə planla çıxış edəcək. İndi isə daha ətraflı. Urmiya şəhərində həbs edildikdən sonra Təbrizin təhlükəsizlik təcridxanasına köçürülən milli fəal Salar Tahir Əfşar Təbriz həbsxanasına köçürülüb. Günlər keçildirik, çox çətin. Milli fəalın fevralın 18-də iş yerində saxlanılması onun barəsində bundan əvvəl çıxarılan 5 illik həbs qərarının icrası ilə bağlıdır. Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə saxlanılan Salar Tahir Əfşar son dəfə başqa bir neçə fəalla birlikdə milli təhlükəsizliyə qarşı fəaliyyətdə ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaqda günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib. İran coğrafiyasında hər kəs biz haqq hüququn üstündə mübarizə eləsə. İran prezidentinin strateji məsələlər üzrə müşaviri, keçmiş Xarici İşlər Naziri Cavad Zərif, İran məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni Ejeynin tövsiyəsi ilə istefa verib. Zərif özü bu barədə X hesabında yazıb. İran məhkəmə hakimiyyətinin rəhbərinin dəvəti ilə görüşə getdim. Hökuməti təzyiqlərin qarşısını almaq üçün mənə universitetə qayıtmağa tövsiyə etdi. Mən də qəbul etdim. Ümid edirəm ki, vəzifəmdən uzaqlaşmaqla xalqın iradəsinə, Pezeşkiyan hökumətinin uğurlarına mane olmaq bəhanələri aradan qalxacaq. Onun sözlərinə görə heç vaxt çətinliklərdən qaçmayıb və 40 il ərzində sülh əldə edilməsindən tutmuş, nüvə məsələsinin bitməsinə qədər milli maraqların müdafiəsində oynadığı kiçik rola görə təhqirlərə və böhtanlara dözüb. Prezidentin strateji məsələlər üzrə müşaviri 2 gün əvvəl istefa ərizəsi versə də, onun istefası hələ prezident tərəfindən qəbul olunmayıb. İran mediasında uzun müddətdir ki, Zərifinin vəzifəsi qanunsuz tutduğu barədə məlumatlar müzakirə olunur. Buna səbəb kimi onun övladlarının Amerika vətəndaşlığına sahib olması ehtimalı göstərilir. Qeyd edək ki, İran məhkəmə hakimiyyətinin rəhbəri İran konstitusiyasına görə məhkəmə sistemində ən ali pillə hesab edilir. Ali məhkəmənin və baş prokurorun təyinatı da o həyata keçirir. İran məhkəmə hakimiyyətinin rəhbərini isə ali dini rəhbər müəyyən edir. İnsan Haqları Təşkilatlarının məlumatına görə son 4 gün ərzində İranın bir neçə şəhərinin həbsxanalarında 40 məhkum edam edilib. Edam edilənlər adam öldürmək və narkotik maddələrin alverində günahlandırılıblar. Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və İnsan Haqları Təşkilatları onların 975-nin kimliyini müəyyənləşdirib. Bu, son 30 il ərzində İranda həyata keçirilən ən yüksək edam sayıdır. İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Birləşmiş Ştatlar prezidenti Donald Trumpa İranın proksi ittifaqının işini bitirməyə kömək edəcək silahları göndərdiyinə görə təşəkkür edib. Netanyahu İngilis dilində yaydığı video bəyanatda Donald Trump İsrailin indiyə qədər Ağ Evdə olan ən mühüm dostudur deyib. İsrail lideri ötən ay Amerikada səfərdə olan zaman Amerikanın dövlət katibi Marco Rubio ilə keçirdiyi mətbuat konferansında da oxşar açıqlamalar verərək İsrailin Amerikanın dəstəyi ilə İrana qarşı işi bitirəcəyini söyləmişdi. Şənbə günü Rubio İsrailə təxminən 4 milyar dollarlıq hərbi yardımı sürətləndirmək üçün bəyannamə imzaladığını, keçmiş prezident Joe Biden dövründə tətbiq edilən nisbi silah embargosunun ləğv edildiyini söyləyib. Qeyd edək ki, Netanyahu uzun müddətdir ki, İrana, onun nüvə proqramına və İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağında vuruşduğu Həmas yaralı qruplaşmasının da daxil olduğu İran proksi qüvvələrinə qarşı olduğunu bildirib. Pakistan və Əfqanistan arasındakı bir həftədən artıqdır bağlı olan şimal-qərb sərhəd keçid məntəqəsində gecə ərzində silah səsləri eşidilib. Qeyd edək ki, Pakistan Əfqanistanın Torxam keçid məntəqəsində yeni sərhəd postu tikməsinə etiraz etməsi səbəbindən bu sərhəd keçid məntəqəsi 11 gündür ki, bağlıdır. Bu keçid məntəqəsi dənizə çıxışı olmayan Əfqanistan üçün ticarət və səyahət üçün çox vacibdir. Adının açıqlanmasını istəməyən bir Pakistan rəsmisinin məlumatına görə Taliban qüvvələri bazar ertəsi səhər saatlarında Pakistan sərhəd postunu avtomat silahlarla hədəfə alaraq səbəbsiz atəş açıb.
Taliban hökumətindən hadisə ilə bağlı heç bir şərh verilməyib. Lakin Şərqi Nangarhar əyalətində yerli məmur Pakistanlıları günahlandıraraq bildirib ki, onlar Əfqanistan ərazisində tikinti ilə məşğul olan sərhəd polisinə hücum ediblər. Britaniyanın Silahlı Qüvvələr naziri Luke Pollard bildirib ki, Ukraynada nisbi atəşkəslə bağlı heç bir razılıq əldə olunmayıb. Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Luke Pollard isə bu məsələ ilə bağlı Times radiosunda danışaraq bildirib ki, atəşkəsin necə olacağına dair heç bir razılaşma əldə olunmayıb. Lakin biz Fransa və Avropalı müttəfiqlərimizlə birlikdə Ukraynada uzunmüddətli və dayanıqlı sülh yaratmağın yolunun nədən ibarət olduğu üzərində işləyirik. Mövzu ilə bağlı anonimlik şərti ilə fikir bildirən başqa bir Britaniyalı rəsmi isə masada müxtəlif variantların olduğunu, ancaq hələlik bir aylıq atəşkəslə bağlı heç bir razılaşmanın olmadığını bildirib. PKK lideri Abdullah Öcalanın çağırışına tabe olmayaraq silahı yerə qoymaqdan imtina ediləcəyi təqdirdə Türkiyə hökuməti hərbi əməliyyatlar planı ilə çıxış edəcəyi bu barədə Hürriyyət qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Hürriyyət qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Kuzey İraqdakı PKK düşərgələri silahlarını yerə qoymasa, Öcalan bununla barışmayacaq. Onun sonraki açıqlaması çox güman ki, belə olacaq. Kandil Amerika-İsrail layihəsidir. Bu PKK mənim PKK'm deyil. İran və ya Amerika PKK'sıdır. PKK tərk silah edilərsə nələrin baş verəcəyinə hazırlıq gedir. Əks təqdirdə hərbi əməliyyatlar planları həyata keçirə bilər. Qəzet qeyd edib ki, 2-3 ay ərzində monitorinq aparılacaq. Kandilin silahı yerə qoyması halında yaradılacaq mexanizmlər müəyyənləşdiriləcək. Silahlar hansı ölkəyə çatdırılacaq, bunun üçün mexanizmlər yaradılacaq. Sonda siz xəbər başlıqlarına bir daha nəzər salaq. İranda rejim parçalanır. Zərif istefa verir, Pezeşkiyan isə istefanı qəbul etmir. Son 4 gün ərzində İranda 40 məhbus edam edildi. Netanyahu İranın proksi ittifaqına qarşı göndərilən silahlara görə Trumpa təşəkkür etdi. Əfqanistan-Pakistan sərhədində atışma oldu. PKK silahı yerə qoymayacağı təqdirdə Türkiyə planla çıxış edəcək. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.